33-cü testin izahına baxaq. Bayaqki izah etdiyim testin davamıdır. Güvən kimi 25 sınaq 1. Demək, Yunan Əhəməni müharibəsində qələbə qazanmışdı. Deməli, biz göstərilmiş cədvəldən Yunan Əhəməni müharibəsinə aid olan döyüş seçməliyik və Yunanların və Əhəmənilərin qələbə qazandığı döyüşü seçməliyik. Yunanların qələbə qazandığı döyüş Xeroneya deyil, çünki Xeroneya Makedoniya-Yunan müharibəsidir. Marafon döyüşünü götürəcək. Bir də Salamin dəniz döyüşü. Eramızdan əvvəl 490 Marafon döyüşündə Yunanlar qələbə qazanmışdı. Bir də eramızdan əvvəl 480-ci Salamin dəniz döyüşündə Yunanlar qələbə qazanıb. Deməli, 1-ə B, C gedəcək. 1-ə B, C isə C variantındadır. 2-yə Əhəmənilərə Fermopil döyüşündə Əhəmənilər qələbə qazanıblar. 2-yə isə A gedir. Deməli, cavab C variantıdır. Çünki Qavqamel döyüşü eramızdan əvvəl 331-ci ildədir. Bu Əhəmənilərlə Makedoniya arasında baş vermiş döyüşdür. Əhəmənilər uduzulub. İs döyüşü də eramızdan əvvəl 333-cü ildə olmuşdur. Yenə də Əhəmənilərlə Makedoniya arasında olmuş döyüşdür və Əhəmənilər uduzmuşdur. Bu qədər.